Ölkə çempionatının 26-cı turunda maksimum dumanlı hava şəraitində Neftçi arenada olduqca maraqlı bir maç izlədik. Neftçi öz meydanında Turan Tovuzu qəbul edirdi. Oyun 1-1 hesablı bərabərliyi ilə yekunlaşdı. Bu mövsüm komandaların artıq 3-cü görüşüdür ki, heç-heçə sona çatır. Bu sonuncu izlədiyimiz görüş isə demək olar ki, çox dramatik alındı. Çünki hər iki gol oyunun sonlarına yaxın vuruldu. 88-ci dəqiqədə Neftçi 1-0 hesabı ilə irəli keçdi. 90 üstə gəl 5-ci dəqiqədə isə bir nəfər azlıqda qalan Turan Tovuz hesabı bərabərləşdirərək aktivinə bir xalı yazdırmaq bacardı. Hər vaxtınız xeyir olsun. Turan Tovuzdan bəhs eləyəcəyik. Tək deyiləm, Azər İsmail mənimlədir. Azər salam. Başqa sözlər, Neftçi oyuna xanımları təbriklə başlamışdı. Öz xanım futbolçularını, xanım fanatları, camiənin xanım üzvlərini. Turan Tovuz isə xanımlara hədiyyəsini son saniyələrə saxladı və qələbəyə bərabər qolla heç-heçə ilə xanım fanatlarını, xanım ailəsini təbrik etdi deyə bilərik. Məncə sonuncu daha yaxşı idi və biz də həmin o sondan bu gün verilişimizi başlayırıq. Gördüyünüz kimi Azərlə yanbayan əyləşmişəm. Bu isə o deməkdir ki, verilişimizdə qonağımız var. Qonağımız isə tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin və Neftçinin sabiq futbolçusu, tanınmış futbolçusu Arif Əsədovdur. Arif bəy, salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız Xoş xeyir olsun. Təşəkkür edirəm. Hər halda dünənlər siz də o maraqlı oyunu izləyənlər sırasındaydınız, amma oyunu izləmək yəni mümkün deyildi. İstər televiziyadan, istərsə də stadiondan hava şəraiti ilə əlaqədar bəzi epizodları, bəzi momentləri görə bilmirdik. Bəli, belə deyək də, yəni tarixən Neftçi Turan arasında həmişə belə prinsipial, dramatik oyunlar olubdu. Elə bizim vaxtımızda da, oynayan vaxtlarda da. Son dönəmlər bu biraz da artıbdı və bu komandaların oyununda əməlli başlı yaxşı bir mübarizə izləyirik. Dünənki oyunda da dediyiniz kimi hava şəraiti əlverişli olmasa da, amma yaxşı bir oyun izlədik. Oyunun gedişində təbii ki, Turan azlıqda qaldı 70 dəqiqə. Buna baxmayaraq əzmkar bir futbol göstərdilər. Ümumiyyətlə Turan komandası Berdiyevin gəlişindən sonra nizam-intizam komandada yüksək səviyyədədir və oyunun son dəqiqələrinə kimi meydançada mübarizə aparırlar hesabdan asılı olmayaraq. Bu oyunda da göstərdilər ki, yəni baxmayaraq ki, qol buraxıldı 88-ci dəqiqədə, amma ümidsiz olmadılar. Komandada sanki inam vardı ki, qolu vuracaqlar və o əzmkarlıq, o inam sonda onları necə deyirlər mükafatlandırdı. Vacib bir xal qazanmaqla necə deyirlər xallarını artırdılar ki, burada da Avroliqa zonası üçün mən deyərdim ki, ən qızıl xallardan biri oldu. Bu maçdan danışacağıq Arif müəllim. Elə bu bayaq qeyd etdiyiniz məqamı istəyirəm biraz daha geniş təqdim eləyək izləyicilərimizə. Sanki məndə elə bir təəssürat var ki, son illərdə bu Neftçi Turan məsələsi biraz daha belə sadələşib, daha çox görünmür. Bəlkə də biz Turan tərəfdən məsələyə baxırıq deyə. Mənim üçün bu çox böyük derbidir. Turan Tovuz azarkeşləri üçün biz podkastımız onlara həsr olunub. Çox böyük derbidir. Paytaxt bölgə derbisi olaraq, Tovuz paytaxt derbisi olaraq da əvvəllər. Xatirələriniz varmı? Yəni əvvəllər Neftçi Turan derbisi sizin vaxtınızda necə keçirdi? Turan səfərləriniz necə keçirdi? Dediyiniz amil onunla ola bilər ki, bəzən o dediyimiz intriqa itmişdi. Çünki bir ara Turan Tovuz Premyer Liqada da yox idi amma o dönəmlərdə ki, bizim 90-cı illərdə çempionluğa oynayan komandalardan idi ki, iddialı komandalardan idi ki, həmişə üçlü üçün mübarizə aparırdı. Və dediyimiz kimi, xüsusilə də səfər oyununda Tovuzda bizim üçün çox ağır olurdu. İndi də son dönəmlərdə, məsələn, artıq 3-4 ildir Turan Premyer Liqadadır. Əvvəl Premyer Liqada qalmaq üçün mübarizə aparırdı, amma artıq bu illəri Berdiyevin gəlişindən sonra komanda məqsəd qoyubdur və o intriqanın da artmasının səbəbi düşünürəm ki, budur ki, Neftçi də, Tovuz da, Qarabağda, hansı ki, biz Qarabağa da qarşı yaxşı oyunlarını görürük ki, o baxımdan ki, artıq iddialı olubdur Tovuz və intriqanın da artması təbiidir. Mən bunu azarkeşlərə birbaşa bağlamaq istəyirəm. Niyə? Çünki Turan Tovuz Arif müəllim də qeyd etdiyi kimi bir müddət ölkə çempionatında oynamadı. Amma buna baxmayaraq istər Neftçi, istərsə də Turan Tovuz hər iki komanda çox saylı və çox yaşlı azarkeşlərə malikdir. Bu səbəbdən də futbol ictimaiyyəti bu qarşılaşmanın əzəli olmasını və yüksək rəqabətli olmasını unutsa da, heç bir komandanın azarkeşləri bunu unutmur. Çünki Turan Tovuz Neftçi qarşılaşmaları hər zaman azarkeşlər arasında bir
intriqaya səbəb olan bir oyunlardan biri olub və bu meydandakı komandalardan əlavə həm də azarkeşlərin böyük bir rəqabəti olub. O səbəbdən xüsusi bir minnətdarlıq düşür hər iki komandanın azarkeşlərinə ki, komandalar, yəni rəqib komandalar çox yaxşı tanıyırlar və xüsusi olaraq hazırlaşırlar bu qarşılaşmalara. Bu ölkə çempionatı, ölkə futbolu adına çox sevindirici bir haldır ki, bu cür komandaların qarşılaşması xüsusi olaraq bir afiş olur. Belə. Razıyam. Yəni bu oyunda da biz gördük ki, hər iki qollar vurulanda reaksiyalar azarkeşlər tərəfindən oyun komandanın öz azarkeşlər tərəfinə getməyi həm Neftçi, həm də yəni futbola bir yaraşıq verir. Hərdən Avropa futbolu atmosferini, havasını ölkə çempionatında da bu möhtəşəm azarkeş. Həm də ev oyunlarında da baxırıq ki, yəni Tovuzun oyunlarında Turanın meydança, yəni tribunalar daim azarkeşlərlə dolu olur. Sözsüz ki, komandanın göstərdiyi nəticələr də, komandanın göstərdiyi performans da meydanın dolub-dolmayacağına hardasa bir belə deyək, təsir var, müstəsna təsir var. Çünki komandanın nəticələri yaxşı olduqca azarkeşlərdə inam artır və onlar bu performansı canlı olaraq görmək istəyirlər. Odur ki, komanda da çalışmalıdır. Həm də deyərdim ki, Turan Tovuz azarkeşləri həm də peşəkar baxımından da yaxşı səviyyədədirlər. Yəni yanaşma, onlar komandası udanda da, uduzanda da eyni simada olurlar. Yəni ki, hətta uduzanda daha çox dəstək görürük ki, komandanı aparmaq üçün arxası. Məhz onun nəticəsidir ki, dediyimiz o komanda, Turan komandası son dəqiqələr kimi mübarizə aparır ki, orada da azarkeşin ona inamı ki, mübarizəni axıra kimi aparır və xal qazana bilirlər. Neçə oyunlar olub ki, son dəqiqələrdə qələbələr və xallar qazanıblar. Bu oyunda baş verənləri biraz daha detallı sizdən soruşaq. Qırmızıya qədər və qırmızıdan sonra belə iki hissəyə bölərikmi oyunu? Yəni Turan Tovuz öz zaten qırmızı olmasa belə sanki öz oyununa sadiqdir də, öz stilinə sadiqdir. Yenə müdafiə olunacaqdı, yenə zamanını gözləyəcəkdi. Bu dəfə qırmızı ilə bunu etməyə çalışdılar və Neftçinin işini xeyli çətinləşdirdilər deyə bilərik. İmkan vermirdilər son dəqiqələrə kimi. Bəli, yəni ki, qırmızıya kimi belə deyək də, Turan Tovuz təbii ki, ikinci nömrə kimi çıxış eləyirdi, səfərdə oynayır və daha çox əks hücumlara bel bağlayırdı və standart vəziyyətlərə. Yəni artıq bunu bir neçə oyunda bütün komandalarda bunu analiz edirlər, görürlər. Amma qırmızıdan sonra artıq komanda biraz da məcbur oldu ki, daha kompakt oynasın. Çünki birinci zonaya çəkildilər. Əgər qırmızıya kimi ikinci zonada daha çox mübarizə aparırdılarsa, amma qırmızıdan sonra say azlığında artıq kompakt müdafiəni öz zonalarında qurdular və geniş zonadan sürətli oyunçuların hesabına çalışırdılar ki, təhlükə yaratsınlar. Arif müəllim, bir məqam var, istəyərdim onu bir balaca detallı müzakirə eləyək. Çünki siz özünüz o mövzuya toxundunuz, amma indi bir məşqçi və mütəxəssis gözü ilə istərdim bunu daha yaxşı təhlil edəkmi deyim. Qeyd etdi ki, Turan Tovuz oyunun ikinci hissəsində 10 nəfər azlıqda qalmasına baxmayaraq hardasa nümayiş etdirirdi ki, əzmkarlıq göstərib qol. Ümumiyyətlə bunu gözləyirdinizmi ki, cavab qolu gələcək Turan Tovuzdan və bunu harda gördünüz, o siqnalı harda tutdunuz? Bəzi epizodlar olurdu ki, komanda çəkinmədən topu ələ keçirəndən sonra qabağa çalışırdılar ki, 2-3 futbolçu ilə də olsa əks hücum yaratsınlar. Bu da həmişə yəni Neftçi tərəfdən daim hücumda olanda istər-istəməz böyük qüvvə ilə hücumda olanda boşluqlar istər-istəməz yaranır. Turan Tovuz bunu istifadə eləməyə çalışırdı və ən əsas da standartlar, yəni ki, vəziyyətlərə çalışırdı ki, məsələn, kornerlər olsun, ştraflar olsun ki, xatirinizdə oxşar epizod 2 dəfə oldu. İkincisindən yəni Ayxan Hüseynovun. Bəli, yəni ki, hiss olunur ki, Turan Tovuz qəsdən də olsa buna gedir ki, məsələn ki, provokasiya kimi, yəni bəli. Ki, ştraf olsun, top uqlavoya keçsin, vaxt tutsun. Məsələn, outlarda, uqlavolarda vaxt həm də udurdu, rəqibi əsəbləşdirdi. Vaxt çünki Turan Tovuza işləyirdi. Bu xırda detallarda çalışırdı ki, o rəqibi o balansdan necə deyirlər, salsın ki, öz istədiyinə nail olsun və nail oldu da deyərdim. Bəli. Hüseynovun xüsusi. İndi biz danışarıq onu özümüz olanda bu Xəyal və Ayxan oynamamağı ayrı bir dərdli komandada gec buraxır. Həddindən artıq gec buraxır. Bu dəfə də gec baş tutdu. Və niyə oyuna effekt verdi. Bəlkə də tez buraxsaydı sənin sözün olmasın,
Ayxan Hüseynov effektini görə biləcəyik. Çünki standart vəziyyətləri oynayan komandadır. Arif müəllim, standart vəziyyətlər komandanın ən yaxşı yeridir demək olar. Və bunu bütün rəqiblər də bilir, amma qarşısını ala bilmirlər. Mütəxəssis gözündən baxanda komandanın burdakı ustalığı nədir? Yəni müasir futbolda qolların çoxusu belə deyək 70-80% ya standartlardan ya da əks hücumlardan vurulur. Yəni son statistikalar bunu göstərir. Ona görə bu bir silahdır ki, komandanın gücüdür. Görünən də odur ki, Berdiyev buna çox diqqət yetirir və hər oyunda biz görürük ki, kornerlər olanda komanda müxtəlif variantlardan istifadə edirlər. Bəzən görsən, xüsusi hazırda bəzən görsən qapıçı meydançasında qapıçıya təzyiq eləyirlər ki, qapıçıya o genişliyi də, o prostor da belə deyək ki, onu verməmək ki, qapıçının imkanlarını məhdudlaşdırırlar. Bəli, o baxımdan. Çünki oranın sahibi əsas qapıçıdır və onu almaqla artıq istər-istəməz üstünlük yaradırlar. Həm də ora həm çox təhlükəli zonadır. Yəni qapıçının tam olaraq toxunulmazlığı var və bunun öhdəsindən gəlmək də elə asad deyil. Rəqiblər də demirik ki, yəni ki, Qarabağ kimi komandada, yəni ki, artıq təcrübəsi var, analiz eləyirlər, komandaya qarşı öz planlarını qururlar, amma burada ustalıq səviyyəsi də var ki, məsələn, seçilən o oynayan futbolçular ki var, hansı ki başlanır. Onların da fərdi keyfiyyətlərini yəqin ki Berdiyev görübdür və onlardan maksimum istifadə edir. Çünki top qaldırılarkən orada hər futbolçunun öz pozisiyası var. Hərəkətdə rəqibi çaşdırmaqla son nöqtələrini bilirlər ki, məsələn, bir dövrə vurub son nöqtən sənin harandır, o birisi hara qaçıb. Bu rəqibi çaşdırır. O baxımdan hiss olunur ki, Turan Tovuzda bu artıq oturuşubdur bu standart vəziyyətdə. Özü xüsusilə son oyunlarda da elə mövsüm boyda müdafiəçilər daha çox fərqlənir. Sanki standart vəziyyətləri də onun üzərindən qurulur. Ümumiyyətlə müdafiəçilər müdafiədə çox olurlar və hava toplarında oyun ərzində daha çox iştirak elədiyi üçün onlardan öz hücum fazında da daha çox istifadə edirsən. Çünki artıq onlar o trayektoriyanı tuta bilirlər, o balans, həm də fiziki baxımdan da cüstəli olurlar. Onlar da məsələn tək topa yox, hardasa mübarizədə də itələmələrlə zətdən rəqibi o balansdan çıxardırlar. Bunlar vacib amillərdir, yəni standart vəziyyətdə. O baxımdan hiss olunur ki, hücumda olan o müdafiəçilər də bunu yaxşı istifadə edirlər. Detallar çoxdur əlbəttə. Detallar çoxdur, yəni ki, tək biz baxdığımız kimi deyil ki, hə, standart qal. Orada dediyim ki, elə amillər var ki, onu azarkeş görməyə bilər. Amma məşqçi gözü ilə baxsan, səni o zaman görürsən ki, məsələn, bunlar nə edirlər orada. O Samir Abbasov Qarabağla oyundan sonra 10 nəfərlə qalmışdı. Qarabağ həmin oyunda Neftçi istədiyini edə bilməmişdi. Bildirmişdi ki, qırmızı ilə oynamaq, rəqibin qırmızı almağı əleyhimizə işlədi. Bu gün eyni şeyi Turanla oyundan sonra da dedi. Bir mütəxəssis kimi əmindir bu məsələdən ki, rəqibin qırmızı alması bununla komandanın planlarını pozur. Söhbət Neftçidən gedir. Biz Turan Tovuz tərəfdən məsələn sizdən soruşmaq istəyirəm. Qırmızı olmasa oyun və komanda necə görsənirdi? 3 xalla çıxa bilərdim bu. Burada yəni mən Samir Abbasovun dediyini iki şeylə vurğulayardım ki, yəni adətən 11-11 olanda rəqib də çalışır ki, hücuma gedəndə hansısa bir böyük qüvvənlə, tutaq ki, bir 6-7 futbolçu iştirak eləsin orada. O zaman arxada boşluqlar yaranır məsələn. Neftçi bundan əks hücumda istifadə edə bilər. Amma 10 nəfərlə qalanda artıq Turan Tovuz 6 nəfər yox, bayaq dediyim ki, 2-3 nəfərlə çalışır ki, hücuma getsin, müdafiəni qorumaq. Və yaxud da çəkilir birinci zonaya, kompaktlıq yaradır, qapıcı ilə son müdafiəçi arasında olan məsafə çox qısa olduğu üçün orada ara paslardan istifadə eləmək olmur. Ya topu ələ keçirirlər, ya da ki, ara pas verəndə artıq qapıcı libero kimi çıxıb o topu ələ keçirir. Ona görə bu rəqib komanda üçün çətinliklər yaradır. Bax, 2 oyun belə olub da, Qarabağ və Neftçi 2 böyük kluba qarşı, ikisində də indi birində qırmızı ilə 3 xala bərabər bir xal idi, Qarabağda qələbə. Yəni bu mövsüm ərzində ümumi götürsək, klubun gələcəyi baxımından, növbəti oyunlar baxımından siz demiş, klubu belə daha böyük, daha inamlı edəcəkmi? İlk Turan Tovuz, yəni komanda şəklində artıq yenə bu situasiya düşəndə onlar biləcək ki, necə də əllərin kənara salmayacaqlar, inamları olacaq ki, biz qol vura bilərik. Həm də rəqiblər də artıq analiz eləyəcək ki, deməli Turan Tovuz sona qədər belə oynayırsa, son dəqiqələrdə artıq məsələn Neftçi yersiz yerə orada ştraf elədilər məsələn mərkəzdə.
bəlkə də elə bilirlər ki, təhlükə yoxdur, amma dediyimiz o. maraqlı. Yəni artıq Hiss olunurdu rəqib də ki- bunu analiz edəcək ki, Turan Tovuza qarşı çox ehtiyatlı Olmaz. olsun. Qoy təki yaxşı ötürmələr versinlər, hücumda oyunçu topu rahat alsın, nəinki biz yersiz yerə standart eləyib təhlükə kimi. Hiss olunurdu ki, orada düzdür, Neftçi futbolçular cərimə vəziyyəti yaratdılar, amma Turan Tovuz elə bil ki bilirdi və oradan, yəni çünki Axtarırdı onu. eyni epizodu mən 2 dəfə gördüm orada. Birincidə yəni təhlükə yarandı, qol olmadı, amma ikinci demək olar eyni. Yəni birə-bir də olmasa, sözsüz ki bu çətin məsələdir, amma çox Bənzər epizod. çox bənzər. Yəni Mən birinci hissədə çox müşahidə Görünən də odur ki, yəni Turan Tovuz komandası tək bir nöqtədən standartların üstündə işləmirlər. Yəni meydançanın bir neçə mövqe bir neçə zonasından Bəli. onlar o standartların üstündə işləyirlər və hər o zonada standart olanda müxtəlif, yəni ki, sağdan olacaqsa sənin oyunçuların əks tərəfdə bir pozisiya tuturlar oyunçu baxımından. O biri tərəfdən olanda artıq yer dəyişmələr olur. Yəni bunlara artıq komanda hiss olunur ki, bütün pozisiyalarda standartlar üstündə işlənir. Neftçinin meydanında Neftçiyə qarşı, Qarabağın meydanında onlara qarşı, həm də Sabahın da meydanında onlara qarşı oynamaq ümumiyyətlə bunlar stressli və biraz gərgin oyunlar sayılır ki, bunların bir neçəsindən Turan Tovuz artıq belə deyək, çıxa bilib. Bir amili də orada qeyd. Bayaq dediniz məsələn o Xəyalla Ayxanı gec buraxmağı. O çox müzakirə olunan Çünki məsələdir. orada da Bir məşqçi oynatmırdı. baxışı ilə mən deyərdim ki, yəni ki, orada da bu futbolçular kreativ futbolçulardır. Yaradıcı futbolçulardır. Sən azlıqda oynayırsan, burada kreativlikdən çox daha çox dağıdıcılıq ön plana Lazımdır. keçir ki, fiziki durumu o ortada rəqibdə say çoxluğu var. Mübarizələrdə, ikili mübarizələrdə güc çox sərf olur. Bu futbolçular görünür ki, iki həm kreativlik, həm bundan daha çox enerji itirə bilərlər. Ona görə onların o vaxtı uzatmaqla ki, oyunun sonlarına artıq hesabı qorumaq və lazım olanda əks hücumda fərqlənmək baxımından, o güc baxımından məşqçi düşünür ki, hə, bunlar daha çox yaradıcı deyə bunları axıra saxlayaq. Dağıdıcı futbolçular daha çox meydançada olsun ki, vaxt baxımından udaq ki, bizim xeyrimizə işləyir. Sonda o sürpriz bir əvəz etmələrlə istədiyimizə nail olaq. Necə ki onu elədilər məsələn. Növbəti tur komanda Sumqayıtla qarşılaşır. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektivlə istəyərdim bu oyunla bağlı proqnozlarımızı bölüşək. Bugünkü Turan nə vəd edir və düzdür, yenə də zədəli futbolçular hələ ki zədəli olaraq qalır. Böyük ehtimal ki, belə böyük bir fərq nümayiş olunmayacaq Turan Tovuzun heyətində Sumqayıta qarşı oyunda. Arif müəllim, bəlkə bir proqnoz verəsiz. Turan Tovuz bugün Sumqayıtla qarşı-qarşıya gəlib. Biz bilirik ki, Sumqayıtın da uzun bir uğursuz seriyası oldu ki, hansı ki Tilsim var idi ki, Kəpəzlə oyunda qırıldı. Komanda 3 top fərqi ilə irəli keçib 3 xanını qazana bildi. Bugünkü Turan Tovuz və bugünkü Sumqayıt. Məncə Turan Tovuzun, yəni indi zəif deməyək komandalar. Bu tipli məsələn özündən hal-hazırda turnir cədvəlində aşağı olan komandalara qarşı daha çətinlik çəkir. Nəinki güclərə qarşı. Evet. Bu da bilirsiniz, Biz bunu Sabah ilə qarşılaşmada gördük. çox öz maraqlı. meydanında. Bu çünki oyun fəlsəfəsindən, yəni Berdiyevin qoyduğu oyun fəlsəfəsinə asılıdır ki, daha çox Turan ikinci nömrə ilə oynayır, uzun ötürmələrlə. Biz çox az görürük ki, məsələn, qısa ötürmələrlə hansısa bir kreativ gedişlər eləsinlər ki, rəqibin Çox nadir olar. rəqibin müdafiəsini yarmaq. Burada da indi Sumqayıt çalışacaq ki, səfərdə oynayır, kompaktlıq yaradacaq və bu zaman artıq Turanda başqa bir oyun üslubu ön plana çıxacaq ki, hə, burada artıq o dediyimiz məsələn kənarlardan özlərinə götürən, yaradıcı futbolda iştirak edən oyunçular. Məncə bu baxımdan biraz axsamalar olduğu üçün əziyyət çəkəcək. O zaman asan da ola bilər ki, tez qol vursa, o zaman Sumqayıt açılışsa, onda Turanın işi daha rahat olar. Yox, o vaxt uzandıqca, qol gec gəldikcə məncə çətinlik çəkəcək və hətta qol buraxmaq və xal itirmək təhlükəsi də çox olacaq. Çünki getdikcə komandada vaxt azaldıqca o əsəblər gərginləşir, meydançada futbolçularda o inamsızlıq itir. Rəqib də bundan istifadə edib səni yaxalaya bilər. O baxımdan biraz mən düşünürəm ki, çətin oyun ola bilər. Hər şey o qədər də asan da olmayacaq. Asan olar.
ilk dəqiqələr tez qol vursa işi asan da olacaq. Amma uzandıqca bu çətin olacaq. Zaman göstərəcək əlbəttə ki, mən düşünürəm ki, hər iki baş məşqçi artıq bir-birlərini analiz eləyəcək. O dediyimiz oyunçular ki var, Ayxan, sonra Xəyal. Yer gəlmişkən, onlar bu qarşıdakı oyunda nə vaxt lazımdır? Məncə burada əsas heyətdə istifadə. İndi orada Rəhim Sadıqov da var, məsələn də yəni onlara ən azından indi baxırıq ki, orta sahədə 5-3-2 oynayır və yaxud da 5-4-1. Daha çox məsələn ortada 2 dağıdıcı, bir Rəhim oynayır səfərdə. Amma indi burada əksinə ola bilər ki, bir müdafiə meylli, 2 dənə daha yaradıcı ki, çünki hücum planında gücü çoxalsın. Mən də bu oyundan Arif mənimlə sonra danışmaq istəyirdim bu barədə. Mən də bu oyundan komandadan daha yaradıcı, daha şən, daha çox hücum futbolu çoxdan da görmürük, darıxmışıq. Məncə bu oyun tam odur. Həm milli fasiləsi öncəsi Tovuz, hava əla, atmosfer əla belə görürəm və iki hücumçunun ikisini də oynadacağını düşünürəm. 1-2 oyunda bunun elementlərini göstərib Qurbanberdiyev və kifayət qədər yaxşı alınırdı. Ona görə düşünürəm ki, bu dəfə artıq qələbi oynayacaq və bir nömrə kimi oynamağa çalışacaq, amma yenə də klubdakı vəziyyəti bilmirik və ola da bilər ki, zədəlilərdən də qaydan olsun hansı. Məsələn, ola bilər. Yəni bu günə qədər əslində Neftçi ilə oyunda bunu nəyə görə dedim? Bir növ onun ilkin əlamətlərini gördük. Məsələn, Orxanı oynatmaq istədi. İndi o məlum qırmızıdan sonra dəyişməyə məcbur qaldı. Tovuzda da düşünürəm ki, Jo Santosdur və Santosla Souza ikilisi və yaxud da Orxan Souza və yaxud da əksinə eləyə bilər. Yoxlamağa dəyər və böyük yoxlayacağını da inanıram. Gözləyirəm çünki bunun artıq ilkin addımlarını, siqnallarını görürük son oyunlarda. Yəqin Orxanın bu oyunda oynaması bir sindrom yaxşı mənada Orxanın Neftçiyə qol vurmağını nəzərə alıbdı ki, yəni bu komandaya qarşı səhv etmirəmsə hər görüşdə Kəpəzdə oynayanda da vurub gol. Yəni onları da bəzən bəli, məncə də onu məşqçilər bəzən onu da nəzərə alır ki, bu komandaya qarşı müdafiəçilərə qarşı artıq sevimli komandasıdır. Sevimlidir, o baxımdan buraxa bilər. Eynilə də məsələn evdəki oyunda tutaq ki, Qarabağla əgər oynayırsa evdə o dediyimiz daha çox müdafiə meylli ortanı qoymaq təbii ola bilər, yəni ki, reallıq baxımından. Amma Sumqayı, tutaq ki, Səbail, Kəpəzə qarşı artıq sən ilk dəqiqələrdən hücumu düşünürsənsə, burada daha çox hücumu meylli oyunçuları istifadə edə bilər. Qurbanberdiyevlə bağlı bəzən bizə ünvanlanan suallar var. Qısaca biz onları da soruşaq sizdən. İndi mütəxəssis kimi baxışda. Məsələn, bir neçə oyun oldu ki, 85-dən 87-ci dəqiqədən sonra əvəz etmələr etdi. Siz məsələn bunu nə ilə əlaqələndirə bilərsiniz? Yəni məsələn uduzduğu oyundu, dəyişməyə ehtiyacı olduğu oyundu, çox gecələyirdi. Adətən belə olanda yəni konkret fakt deyə bilmirəm deyə. Amma elə bil ki, bunlar müzakirə olunduqca bir neçə oyun gördük ki, 75-dən sonra sanki eşidirdi bizi. Bu dəqiqələri yaxın. Amma görünən odur ki, məsələn dediyim kimi oyun intizamına daha çox diqqət yetirir ki, buraxdığı o heyət hesab əgər minimal gedirsə, 0-0 gedirsə, o çalışır ki, qol buraxmaya məsələn. Daha çox müdafiəsi etibarlı olsun ki, bir top vuracaq. Çünki o bir topu da oyunda da vurmasa dediyimiz standartlardan şans düşəcək vuracaq. Yəni o onu axıra kimi onu gözləyir. Sonda artıq az qalanda artıq gedir riskə məsələn də. Mən düşünürəm ki, məsələn, bəlkə də indi səhv edirəm. Onunla bağlı o daha çox etibarlılığı qorumağa saxlayır ki, əgər mənim buraxdığım indiki heyətdə müdafiə planında səhvlər azdır, rəqibə epizodlar elə də çox vermirsə, bu deməli yaxşıdır. Məsələn, qol vurmadın, ən azından bir xalın var. Buraxmadın qol, vurmadınsa bir xal var. Birin vurub qorudunsa xalıvı qazandın. Yəni ki, açıq futbola üstünlük vermədiyi üçün bəzən o sistemini axıra kimi qoruyur. Tez qollar buraxsa, məsələn, oyunun birinci hissəsində 2-0 və yaxud da uduzanda, onda baxırsan ki, artıq fasilədə 2-3 dənə dəyişiklik eləyə bilər, məsələn. Ona addım ata bilər. Amma 0-0 gedəndə bəzən məşqçilər onu, məsələn, Berdiyev də bu hissəni, onu axıra kimi qoruyub saxlayır. Azər, istəyərdim ki, əgər sənin əlavən yoxsa son olaraq ən vacib suallardan birini də Arif müəllimə ünvanlayım. Həm də insan danışanda da enerji itirir. Ümumiyyətlə Allah hamının orucunu qəbul etsin. Arif müəllim də oruç tutanlar siyasındadır bu müqəddəs bir ayda. Və sonuncu sualı ünvanlamaq istəyirəm. Əgər Turan Tovuz Avropa kuboklarının təsnifat mərhələsində vəsiqəni təmin etsə,
nə vaxt başlamalıdır və yaxud da ki, hansı istiqamətdə hansı hazırlıqlar olmalıdır? Komandada boşluqlar görürsünüzmü ki, onlar mütləq və mütləq olmalıdır ki, komanda heç olmasa yəni təsnifatda fiyasko ilə üzləşməsin. Təbii ki, hər komandanın güclənməsi bir məşqçi istəyir və vacibdir, etap-etap. İndi hal-hazırda məsələn görürsünüz ki, birinci dövrədə Turanda kadr problemləri var idi, amma maksimum komanda xalları yığırdı. İkinci dövrə üçün bir neçə transfer elədi. Düzdür, ikinci dövrədə yəni ki, biraz çətindir yaxşı keyfiyyətli transfer eləməyə. Görsən ki, uğurlu da alınır, uğursuz. Amma problemli futbol. O yöndə məncə də artıq yəni komanda şəklində yəqin ki, bunu düşünməlidirlər və yaxud da düşünürdülər. Hücum planında, hər pozisiyaya, çünki beynəlxalq oyunlar artıq yerli çempionatdan fərqlidir və oyun stilində də dediyimiz o B planı da olması üçün mütləq sən yeni oyunçular gətirməlisən ki, tək sən indiki fəlsəfəni, indiki oyun stili ilə sən yaxşı nəticə istədiyi ala bilməyəsən. Ona görə sənin əlində hər pozisiyada oyunçu olmalıdır ki, fərqli tipli oyunçular ki, sən istədiyin vaxt oyunu dəyişib istədiyi ala bilərsən. Ona görə mütləq vacibdir ki, əgər komanda görür ki, artıq Avroliqa zonasına düşür, mütləq güclənməlidir. Yer gəlmişkən o şansları necə dəyərləndirirsiniz? Komandanın ümumiyyətlə təsnifata yol olması. Təbii ki, şanslar yüksəkdir, amma çox çətin də bir görür. Burada vəziyyət hazırda turnir cədvəli baxımından nə baxımdan mən deyərdim ki, kubokdakı yarışma, çünki Neftçi Sabah var ki, bu komandalardan biri kuboku alsa artıq 4-cü yer gedir. Problem olur. Üçüncü yer kimi Arifəm artıq Zirət çox güclü görünür də. Yəni Zirət ikinci yer məncə də ikinci yer. Araz Naxçıvanı necə görürsüz? Yəni Araz Naxçıvanla mübarizəni mövsümümüzdə. Belə deyək. Yəni Araz Naxçıvanla ev oyununda uduzmaları onları elə bil ki 6 xaldan çox geri saldı. İndi biraz balans düzəldi məsələn ki, Araz Naxçıvan da xal itirdi. Amma çox çətin olacaq. Çünki yəni komanda olaraq, sərgilədiyi futbol olaraq Araz Naxçıvanın daha çox büdrəyəcəyini gözləyə bilər yoxsa Turan Tovuzu? Yoxsa heyət baxımından götürsək, yəni oyun Araz Naxçıvanda daha şanslıdır. Amma son dövrlər itkilər onlarda var, məsələn Santos, Machado, bunların Filipe Santos, bunların itirilməsi böyük bir problem yarada. Həm də zədələnən olması Araz Naxçıvana böyük problemlər yarada bilər ki, bundan Turan Tovuz maksimum faydalanmalıdır. Amma sən gərək tək liderlərdən yox, səndən aşağıdakı oyun. Yəni indi burada xal götürüb Allah eləməsin Sumqayıtla məsələn də indi mən mənada deyirəm. Əlbəttə Tovuz bizim üçün fərqli yoxdur. İndi mən sözsüz, yəni bizim sən orada itirəcəksənsə heç bir onun mənası yoxdur. Məsələn Qarabağla 3 xal gəlib səfərdə qazandı, amma gəldi evdə Kəpəzə uduzmaq o heç bir. Ondan sonra Kəpəzi udardın Qarabağdan. Bəli. Bir xal götürərdi. Belə heç bir əlavəmiz yoxdursa, zamanımız da bir o qədər çox deyil. Sözsüz ki, istəyərdik zamanımız çox olsun və hər şey çox detallı, çox ətraflı. Amma çox olanda baxmırlar. Yəni çox olanda da izləyicilər baxmır. Birinci izləyicilərə müraciət eləmək istəyirəm ki, maksimum dəstək olun, dəyərləndirin. İzləyin, paylaşın. Ki biz də daha yaxşı veririk. Tənqidlərə də açığıq, məsləhətlər üçün həmişə açığıq. Bizi izləməkdə qalın, bizi izləməyə davam edin. Sağ olun, salamat qalın. Hələlik.